Tərs funksiya və yaxud da funksiyanın tərsi nədir? Biz funksiyanın tərifini verərkən demişdik ki, x çoxluğunda elementlərindən hər birinə qarşılıq y çoxluğundan bir element uyğun gəlirsə, bu zaman biz bu bağlantıya deyirdik ki, bu funksiyadır. İndi eyni həmin funksiyanın tərsi anlayışı isə bu deməkdir ki, bu dəfə biz artıq y çoxluğundan hər bir elementinə qarşı x çoxluğundan bir elementin ən azı uyğun gəlməsinə deyirik. Bunu bir digər şəkildə belə də ifadə edə bilərik ki, əgər ilk öncə verilən f(x) funksiyasında x təyin oblasti və f(x) qiymətlər çoxluğu idisə, tərsində artıq f(x) təyin oblasti rolunu oynayır və x isə qiymətlər çoxluğu olur. Və qeyd edək ki, istənilən funksiyanın tərsinin yazılışı f üzərində mənfi bir şəkildə göstərilir. Nümunə misalda məsələn f(x) bərabərdir 2x-3 funksiyası verirsə, biz bunu tərsini tapmaq istəyiriksə, f(x)in bir y olduğunu bilirik və o zaman x və y-lərin yerlərini dəyişsək, bu zaman x bərabərdir 2y çıxılsın 3 yazırıq və buradan da y-i tapmağa çalışırıq. Yəni x üstəgəlsin 3 bərabər olmuş olur 2y-ə və buradan da alınır ki, y bərabərdir 2-də 1 x üstəgəlinsin 2-də 3-ə. Və yaxud da 2-də 1 mötərizə xaricdən çıxardıq, belə ümumi şəkildə göstərə bilərik. Yəni 2-də 1 mötərizədə x plus 3. Qrafiklərin vəziyyətindən görürük ki, funksiyanın özü və tərsinin qrafikləri y bərabərdir x düz xəttinə nəzərən simmetrikdirlər. Bir digər nümunə misala baxsaq, məsələn y bərabərdir x kvadratı funksiyasında tərsinin y bərabərdir kök altda x olduğunu bilirik və bunu da nəzərə almalıyıq ki, hər bir funksiyanın tərsini tapmaq mümkün deyil. Məsələn, x kvadratı y bərabərdir x kvadratı funksiyasının tərsini yalnız x böyük bərabərdir 0 olanı tapa bilirik və yenə eyni qayda ilə y bərabərdir x kvadratını x bərabərdir y kvadratı şəklində yazırıq və hər tərəfdən kök alsaq y bərabər olmuş olur kök altda x-a. Və buradan da qrafikdən görünür ki, funksiyanın, yəni x kvadratı və kök altda x funksiyasının qrafikləri y bərabərdir x düz xəttinə nəzərən simmetrikdirlər.